Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb əziz xatirəsini ehtiramla yad ediblər. Festivalın açılış mərasimində çıxış edən Şahbuz rayon İcra Hakimiyyətinin başçısı Rəfail Babayev və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov bildiriblər ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti bugün uğurla davam etdirilir. Vurğulanıb ki, gənclərin intellektual inkişafı, vətənpərvər ruhda formalaşdırılması, onların cəmiyyət həyatında fəal iştirakının təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Gənclər adından çıxış edən Günel Tarverdiyeva bu kimi festivalların gənclərin sosial fəallığını artırmaq, onların innovativ düşüncə və yaradıcılıq imkanlarını dəstəkləmək baxımından əhəmiyyətini vurğulayıb. Belə bir festival bundan öncə ötən il Gəncəli rayonunda reallaşmışdı. Bu artıq regionlarda ikinci belə bir festivaldır və biz mütləq şəkildə bu ənənəni davam etdirməyə çalışacağıq və digər bölgələrimizdə də bu tipli festivallar, tədbirlər keçirməyə davam edəcəyik. Bugün burada gənclərin bir arada olması bizim üçün çox qürur vericidir. Heydər Əliyev hər zaman gənclərə və incəsənətə böyük önəm, xüsusi yer vermişdir. Belə festivalların təşkil olunması da gənclərdə həm vətənpərvərlik hissini artırır, həm də öz istedadlarını, biliklərini önə çıxarmaq üçün böyük bir şans və qürur verir. Festival çərçivəsində təşkil olunan təqdimat güşələri iştirakçıların xüsusi marağına səbəb olub. Şahbuz rayonundan olan istedadlı gənclərin əl işləri, rəsm əsərləri, tətbiqi sənət nümunələri və müxtəlif yaradıcılıq işləri nümayiş etdirilib. Gənc rəssamların festival müddətində hazırladıkları rəsm əsərləri tədbirə xüsusi rəng qatıb. Festivalın diqqət çəkən hissələrindən biri də hərbi vətənpərvərlik zonasıdır. Müxtəlif növ silah nümunələri, nümunəvi çıxışlar və gənclərin vətənpərvərlik ruhunu gücləndirən təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılanır. Bu məkan gənclərdə milli ruhun və dövlətçilik dəyərlərinin təbliği baxımından xüsusi əhəmiyyət daşıyır. Festivalda idman yarışları da xüsusi yer tutur. Şahmat, stolüstü tenis, dart və güləş üzrə keçirilən yarışlar gənclərin sağlam həyat tərzinə marağını artırmaqla yanaşı, onların asudə vaxtının səmərəli təşkilinə də xidmət edir. Məni şahmat daha maraqlandırdı, onun üçün şahmata iştirak edirəm və hər kəsin nəzəri buradadır, çox sevir şahmatı. Hətta mən də şahmatı həddindən artıq çox sevirəm, hətta hobim olubdur. Naxçıvanda keçirilən yarışlarda iştirak eləmişəm, Naxçıvanda ikinci yer tutmuşam və mən çox sevirəm şahmatı. Ümid edirəm ki, hər kəs bu üzrə gəlib iştirak eləyə bilər. Festivalın bədii hissəsində Naxçıvan Regional Mədəniyyət İdarəsinin Şahbuz rayon sektoru kollektivinin ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Həmçinin Naxçıvan Dövlət Filarmoniyası solistlərinin çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Könüllülərin iştirakı ilə təşkil olunan rəngarəng flaşmob festivalın yadda qalan anlarından olub. Festivalda flaşmobun ərsəyə gəlməsində biz gənclərin böyük rolu oldu. Eyni zamanda bizim müəllimimiz, təşəkkür edirik ona da. Təxminən bir ay biz hazırlaşdıq və hal-hazırda uğurlu nəticə əldə elədiyimizi düşünürəm və bizi izləyən hər kəsə də təşəkkürümü bildirirəm. Bugün Naxçıvan gəncləri olaraq burada olmaq bizi çox şad etdi. Şahbuzun gözəl təbiəti və burada olan gənclərin bacarıqlarının da nümayiş etdirilməsi çox yaxşı idi. Rəngarəng proqramı və gənclərin fəal iştirakı ilə seçilən Gənclik Festivalı Şahbuz 2026, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin təbliği, gənclərin yaradıcı və intellektual potensialının inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlərdən biri kimi yadda qalıb. Həsən Məmmədov, Məryəm Bababəyli, Əfqan Hüseynov, NTV Xəbər.